dəfə nə zaman danışdınız? Yəni nələr dedik sizə? Bununla bağlı istəyirdik. Axırıncı dəfə ayın 10-u danışmışam. Səhər saat 11-də danışmışam. Biraz mənlə danışdım, amma nətərsən, nə edirsən, səhhətin nətərdir dedim. Oğlum, yaxşıyım, sağ ol atam. Mən yaxşılaşmışam, sus Allah deyməsin, sən de görək. İşin gücün nətərdir. Allah sən işində bərqərar olsun dedim, məndən arxayın olmalı. Mən yaxşıyım, məndən arxayın ol, mən puladan mənə heç nə olmayacaq. Əskər, vətən əmanəti, yurd əmanəti. Əskər, oca... Bu torpağın hər daşına vətən dedim. Hər olaya bu da keçər, ötər dedim. Mən düşmənə daha bəsdir, yetər dedim. Mən Poladam, mənə heç nə olmayacaq. Hər əskərim övladımdır, dayağımdır. Vətən eşqi ürəyimdə qaynağımdır. Düşmən mənim kafirimdir, həm yağımdır. Mən Poladam, mənə heç nə olmayacaq. Hər şəhidin qanı axır damarımda. Azərbaycan gənclərinin inamı var amalımda. Yaşayacam bu millətin sabahında. Mən Poladam, mənə heç nə olmayacaq. Boylananda o dağlara, zirvələrə, sinə gəlib hər atılan qəlpələrə, millətimi aparacam qələbiyə. Mən Poladam, mənə heç nə olmayacaq. Mənim anam, ana olsun hamınıza. Övladların əmanətdir xalqımıza. Zəfər bir gün yazılacaq alnımıza. Mən Poladam, mənə heç nə olmayacaq. Mən yurdumun sevgisindən mən olmuşam. Güvənmişəm hər əskərə, cəm olmuşam. Mən hər kəsin qəlbindəki sən olmuşam. Mən Poladam, mənə heç nə olmayacaq. İgid oğul, uyma düşmən tənəsinə. Sən cəsursan, heç aldanma hiləsinə. Əldə bayraq, hayqır vətən zirvəsinə. Mən Poladam, mənə heç nə olmayacaq. Mən Poladam, mənə heç nə olmayacaq. Əmanəti, o əmanəti.